Siz aziz gençler, müstakil Azerbaycan Respublikasının ne kadar çetinlikle başa geldiğini derk ederek müstakil Azerbaycan Respublikasının geleceğini koruyup saklayacaksınız. Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Qürub yaratmaq onun alın yazısıydı. Yarattıqları da özü kimi böyük idi. O, Azərbaycan xalqının müasir tarixini yaradırdı. Yaratdığı ən böyük əsərin adı isə belə idi: Müasir Azərbaycan. Liderlər üçün qalibiyyətin alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür və düzgün siyasətlər yürütməklə qoyulan hədəflərə doğru irəliləyirlər. Ümumilli lider Heydər Əliyevin bütün həyatı böyük məktəbdir. Ulu Öndər bütün dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçi idi. Bu zirvəyə aparan yolun başlanğıcında tək özü idi. Böyük Azərbaycan sevgisi və xalqına həsr etdiyi əzmkar ömür bu yoldan keçirdi. Böyük Allah mənə çox maraqlı bir talih veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancak hayatımın çok parlak sayfaları doluptur. Ancak hayatımın çok ağır sayfaları doluptur. Ve bazen öyle düşünürdüm ki o ağır illerde Azerbaycan'da gördüğüm işler sonra hamısı batıp gelecektir. Ancak bugün ben xoşbaxtam. Bugün ben öz talihime minnettarım. Böyük Allah'a minnettarım ki ben o devleri yaşadım. Geldim. Azerbaycan halkıyla bir yerdeyim. Ve bugün Azerbaycan halkı için bu kadar değerli töhfə veririm. Heydər Əliyev dahi şəxsiyyət, uzaq görən lider, cəsarətli insanı. O öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Yeni Azərbaycan Partiyası təsis edildi, hansı ki Azərbaycanda siyasi sistemi formalaşdırdı. Çünkü partiya yaranana kadar Azərbaycanda siyasi sistem yok idi. Partiyalar yok idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya koymuşlar ve birbiriyle mübarizə aparırdılar. Torpaqlar işğal altına düşürdü. Bəli, Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaq görənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqının müstəqillik arzusunun reallaşmasına nail olub. Məhz Heydər Əliyevin yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrildi. Ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil ola bildi. Əlimi Azərbaycan Respublikasının konstitusiyasına basarak and içirəm ki bilimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının rifahına həsr edəcək. Benim için öz hayatımdan, öz canımdan artık Azerbaycan'ın müstəqilliyini korumak, onu saklamak, onu əbədiyyət etmek.
mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazır. Biz gərək həm tarixi keçmişimizi təhlil edək, həm son illərin təcrübəsini təhlil edək və müstəqil Azərbaycan dövləti üçün uzun müddətli bir konstitusiya layihəsi hazırlayaq. Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib, nəhayət öz dövlət müstəqilliyinə nail olub, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır. Torpaqlarımızın 20% işgal altındadır. Bu bizim ürəyimizdə olan yaradır. Türk xalqın ürəyində olan yaradır. Ancaq o işgal altında olan torpaqlar bizim için daha da əzizdir. Çünkü bizim özümüzün iqtidarımızda olan torpaqlar üzərində onun sahipləri yaşayır. Sahipləri və bizim müstəqil devletimiz. Ama o torpaqlar ise müvəqqəti olarak Azərbaycana təcavüz edən Erməni silahlı qüvvələrinin əl altındadır, onların tapdağı altındadır. O bizim için böyük dərddir, böyük yaradır. Ancaq güman edirəm bu müvəqqəti haldır. Bizim o torpaqlarımız da işgaldan azad olunacaq. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən parlaq səhifəsi heç şübhəsiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi 44 günlük vətən müharibəsində qazandığımız möhtəşəm zəfərdir. Azərbaycan xalqı öz tarixi torpaqlarına müzəffər liderinin rəhbərliyi ilə qayıtdı.
Heydər Əliyevin zəngin irsinin öyrənilməsində və təbliğində, onun xeyirxah əməllərinin davam etdirilməsində, ümummilli liderin adını daşıyan fondun rəhbəri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır şüarının reallığa çevrildiyi, ölkəmizin işğaldan azad edilmiş ərazilərində elə onun söz verdiyi kimi quruculuq, bərpa işləri davam etdirilir. Azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidən qurma işlərinin bir parçası olmaq hər bir Azərbaycan vətəndaşının ali məqsədləri sırasındadır. İnanırıq ki, Heydər Əliyevin qoyduğu təməl üzərində qurulan müasir və müstəqil Azərbaycan, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində daha da inkişaf edəcək, çiçəklənəcəkdir. Bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq. Biz Azərbaycanlılar burada əbədi yaşayacağıq.